Fəqalə ya Salim, və ardıca buyurur və mən samə yevmeyn min axiri hazəş şəhr. Bu ayın axırında 2 gün hər kəs oruç tutsa, kana ləhu bizalikə cəvazun aləs-sirat. 2 gün oruç tutsa bu ayın sonunda, axırında Allah ona sirat körpüsündən keçmək üçün vərəqə verəcək. Bu sirat körpüsündən rahat keçə biləcək. Və mən samə səlasətə əyyamin min axiri hazəş şəhr əminə yevməl fəza il-əkbər. Buyurur, hər kəs bu ayın sonunda 3 gün oruç tutarsa, 3 gün oruç tutarsa, ən böyük bəla günü, fəzaül əkbər, qiyamətin ağrılı, acılı, o dəhşətli gününə işarədir. Qiyamətin adıdır fəzaül əkbər, yəni böyük bir müsibət. Həmin böyük müsibət günündə Allah Teala ona o dəhşət və cəhənnəm qorxusundan, o cəhənnəmin şiddəti, qiyamət gününün şiddəti və müsibətindən amanda saxlayar.